Əziz varislər, babanızın ölümündən 40 gün keçir və mən onun vəsiyyətini sizə açıqlamalıyım. Hazırsınızsa başlayaq. Başlayaq. Ya başla da davay tez elə. Babanız 200.000 dollar məbləği ən eybəcər nəvəsinə saxlayır. Təbii ki, mən deyiləm. Ayda buna qalacaq. Yes! Növbəti. Babanız avtosalon şəbəkəsini yarı Koreyalı nəvəsinə saxlayır. Yarı Koreyalı mənəm. Mənəm də yarı Koreyalı. Hə, mənəm. Ha sən özün görmüsən, sən Harun deyə yarı Koreyalı. O da yarı Koreyalı. Növbəti. Babanız Qəbələdə yerləşən 10 hektar torpağı masaüstü tennis üzrə dünya çempionatının seçmə mərhələsində uğursuz nəticə ilə yadda qalan nəvəsinə saxlayır. Bəxtin gətirdi ya. Yes! Və sonda 6 milyardlıq şirkətini ən yaxın dostu, partnyoru, ömür gün yoldaşı, arvadından gizlin saxladığı sevgilisi və məşuqəsinə saxlayır. Kimdi görəsən? Mən heç babamdan gözləmədim. Sevgilisi olub? Kimdi? Amma mən nə bilim ya, o qədər barmaq elədiyi adam olub ki. Yes!